Mən heç bilmirdim ki, bu gün rəqsənlə mən görüşəcəm. Mən dəvət alanda, elə bildim rəqsənə bilir. Çox sağ olun ki, bu verilişə bizə dəvət elədim. Mən arzulayım, həmişə elə adı da gözəldir, uğurlu olsun verilişiniz həmişə. Hey baxıram sola sağa, qəlbim inan dönür dağa. Həvəs gəlir yaşamaq, bu verilişə baxanda. Həmişə daimi veriliş olsun. Çox sağ olun. Mən bilirəm ki, ata mövzusu Rəqsanə İsmailova üçün necə həssasdır. Siz də əmisiniz, ata yarısısınız. Bir övlad olaraq Rəqsanə İsmailova hər zaman bu həyatda çox çətinliklər yaşadı. Amma heç bir zaman məğlub olmadı. Səhv olduğu zaman səhvində etiraf elədi. Amma mən deyərdim ki, buna atalıq biz eləmişik, atası yox. Bunun böyüməyində, hər işində də mən əmi ki deyəm, üzünə də deyirəm. Yəni, atasından çox buna yanan biz olmuşuq. Mirəli bəy, heç atasıyla danışdınızmı ki, gəl qızınızla barışın? Atası elə bir yerə ilişib ki, denən hə, elə bir yerə ilişib ki. Nə bilim, bəlkə deyəmərəm, indi göyə deyir ki, Mart ayında gələsidir. Bəlkə onda Allah təala hamımız yığışa bunları bir barışdıraq. Da az yaş gördüm, maşallah. Qızı var, nəvəsi var, nənədir, belə deyək də. Nə bilim, Allah da qardaşıma insaf versin ki... Barışaq deyəndə mənim atamla davam olmuyor, uşağım olmuyor. O biz uşaq vaxtı qoyub. Amma qəbul eləməyib də ata. Çıxıb gedib bizi qoyub. Mənim atamla heç bir problem olmayıbdır. Şəxsən mən özüm Moskvadan zəng elədim qardaşıma. Dedim, bu niyə bir yerə çıxdı? Məndən də eləbə böyük qardaşım zəng elədi ona. Dedi, sən nətər evladın olarsan buna atqaz elədin. Sonra, sözdən sonra telefon söhbət olsun, dedi, siz mənim dərdimi bilmirsiniz. O demişdi ki, mən vicdan əzabı çəkirəm. Yəni, mən ata olaraq onlara heç bir əziyyətim keçməyibdir. Mən utanıram çıxmayayım ki, mən onun atasıyam. Nə adla deyim? Axı, mən onlara heç bir əməyim keçməyib. Mən onları böyütməmişəm, onlara əziyyət çəkməmişəm. Utanıram. Fakt eləydi. Sanki gəlir şükür, axtarıcı tapır. Mirəli bəy, həm də siz toylarda tamada olaraq çıxış edirsiniz. Mən istəyirəm ki, bugün bir şeir deyəsiniz. Mən bir şey deyim, mənim əmlərim, bilirsiniz, musiqi aləmindədirlər. Bir əmim müğənnidir, bir əmim qarmoni ifaçısıdır, bir əmim həm nağara ifa eləyirdi, həm də toylarda aparıcıdır, yəni tamada olaraq. Və musiqi də mənə onlardan keçibdir. Elə uşaqlıqdan mən onların gözünün qabağında böyümüşəm və onlar da hər zaman rayonda, şəhərdə, hər yerdə el şənliklərini idarə edirdilər. Yəni, görmüşəm bunların hamısını.